Sabahınız xeyir olsun. İnşallah gününüz xoş keçsin. Mən 3 gündür çox pisəm. Çünki qızım 3 gündür ağrıyır. Allah bütün körpələri qorusun. Dünən gecə bir özəl klinikalardan birinə getmişdim. Bunu deməkdə səbəbi nədir? Uşaq çox narahat idi deyə özəl klinikalardan birinə getmişdim və 150 manat ödəniş etdik. Və oradakı həkimlərin heç biri bizə bir cavab deyə bilmədi ki, bu uşağın nəyi var? Uşağı bağırsaq problemindən aparmışam, uşağı burun boğaz yoxlayır. Yəni, bir abırçılıq idi, yəni sadəcə. Çox heyif ki, elə özəl klinikalarımızda elə həkimlər var və nə yaxşı ki, savadlı həkimlərimiz çoxdur ölkəmizdə. İndi sevgilinin öz doktoruna aparıram, Səbinə xanımın yanına. Gecidi deyə Səbinə xanım işdə yox idi. Amma sağ olsun, səhərə qədər bizlə telefon